7-ci imamımız İmam Musa Kazım əleyhissalamın şəhadətində ən çox danışılan mövzulardan biri də imamın həbsxanada, zindanda şəhid olmasıdır. Əhl-i Beyt imamlarımızın başına çox müsibətlər gəlir. Onlar çox bəlalar çəkiblər. Amma o bəlaların arasında bir neçə imamımızın çəkdiyi bəlalardan, müsibətlərdən, imtihanlardan biri də həbsxana həyatıdır, zindan həyatıdır. Və imamlarımızın da arasında əleyhissalam 7-ci imamımız İmam Musa Kazım əleyhissalam ən çox həbsdə, zindanda olan imamımız hesab olunur. Və yeganə imamdır ki, həm də həbsxanada şəhid olub. Yeganə imamdır ki, həbsxanada şəhid olub və mübarək cənazəsi, bədəni həbsxanadan çıxıb. Və bu da bir imtihandır. Amma ən əsası budur ki, bu günləri İmam Musa Kazım əleyhissalama həbsxanaya salanlardan əsər əlaməti yoxdur. O hakimiyyətlər, Abbasilər, Harun Ər-Rəşid, Allah lənət eləsin, onlardan heç bir əsər əlaməti yoxdur. Lənətdən başqa özlərinə tarixdə bir şey iz qoymurlar. Amma İmam Musa Kazım əleyhissalamın həyatı, yaradıcılığı, yolu, məktəbi davam edir. Hətta bu günləri biz İmam Musa Kazım əleyhissalamın yolunu gedənlərdə, həbsxanaya düşəndə, başına bir iş gələndə elə deyirik ki, onlar da İmam Musa Kazım əleyhissalam kimi bu imtihana gedirlər. Quran-ı Kərimdən Yusuf Peyğəmbər əleyhissalam həbsxana həyatını yaşayan və imamlarımızdan da İmam Musa Kazım əleyhissalamı və həmin o bəzən də həbsxanada olan günləri də Yusifiyyə günləri, Kazimiyyə günləri əleyhissalam. Və bu günlərdə bizim həbsdə olan ruhanilərimiz, möminlərimiz və hətta çox təəssüf olsun ki, həbsdə olan xanımlarımız var. Onları da yad eləyək və Allaha and verək İmam Musa Kazım əleyhissalamın hörmətinə. Allah Teala həbsdə olan, günahsız yatan, tövbə eləyən hətta bütün qardaş bacılarımızı, xüsusilə bizim namusumuz olan İmam Hüseyn əleyhissalamın süfrəsində ehsan paylayıb, uşaq qatilli İsrailə etiraz eləyib, müəyyən gördüyü işlərinə görə onları həbsxana ilə cəzalandırıblar. Allah Teala bütün onların hamısının qapısını açsın, tezliklə onları ailələrinə qaytarsın. Xüsusən o xanımların körpə uşaqları var. Təsəvvür edin ki, uşaq soruşur ki, anam hardadır? Nə desinlər? Xəstəxanadadır, bir cavabdır. Səfərdədir. Amma anaya, uşağa deyəsən ki, anan həbsxanadadır, zindandadır, çox ağırdır. Ona görə Allahdan arzumuz budur, istəyimiz budur ki, Allah Teala İmam Musa Kazımın hörmətinə o xanımlarımızı tezliklə azad eləsin.